Salam, süni intellekt çox vaxt bir sehir kimi gəlir, düzdürmü? Bugün gəlin o pərdəni biraz aralayaq. Görəcəyik ki, bu sehrin arxasında əslində heç də qaranlıq bir sir yox, çox aydın bir metod dayanır. Gəlin başlayaq. Baxın, hər gün görürük. Süni intellekt heyrətamiz şəkillər çəkir, şeirlər yazır, bizimlə danışır. Yaxşı, bəs bütün bunların arxasında əslində nə var? Bu texnologiyalar necə olur ki, bunları bacarır? Əsl sual budur. Məsələn, incə sənət. Təsəvvür edin, cəmi bir neçə söz yazırsınız və Dalli kimi bir alət sizə heyrətamiz sənət əsər yaradır. Və ya söhbət, müasir chatbotlar bizimlə elə təbii danışır ki, bəzən qarşımızdakının insan olub olmadığını düşünürük. Hətta musiqi sahəsində belə süni intellekt tamamilə yeni melodiyalar yarada bilir. Həqiqətən də bütün bunlar bir sehirbazın əl işinə bənzəyir. Yaxşı, bu müasir süni intellektin sehri əslində nədən ibarətdir? Dediyim kimi, hər sehrin arxasında bir metod, bir üsul var. Gəlin indi bu üsulun nə olduğuna daha yaxından baxaq. Baxın, Dalli kimi alətlərin şəkil yaratması, deepfake və ya deep nostalgia kimi texnologiyaların köhnə fotoları canlandırması, gündəlik istifadə etdiyimiz ağıllı köməkçilər, anında tərcümə edən proqramlar, bunların hamısı, baxmayaraq ki, fərqli işlər görürlər, hamısının arxasında ortaq bir güc var, bir mühərrik var. Bəs bu mühərrik nədir? Bax, o mühərrikin adı maşın öyrənməsidir, yəni machine learning. Bayaqdan bəhs etdiyimiz o bütün heyrətamiz şeyləri mümkün edən əsas texnologiya məhz budur. Baxın, bu Tom Mitchell'ın çox məşhur akademik tərifidir. Amma gəlin bunu daha sadə dildə deyək. Təsəvvür edin, bir kompüterə hər şeyi qayda-qanunla, addım-addım proqramlaşdırma həvəzinə, ona sadəcə çoxlu nümunələr, yəni məlumatlar verirsiniz. Və o, bu məlumatlara, bu təcrübəyə baxaraq özü öyrənməyə başlayır. Yəni nə qədər çox məlumat görsə, o qədər də yaxşı öyrənir. Eynilə bizim kimi. Yaxşı, bəs maşınlar necə öyrənir? Əsasən iki üsul var. Birincisi, nəzarətli öyrənmə. Buna sanki müəllimlə öyrənmək kimi baxa bilərik. Kompüterə minlərlə şəkil verirsiniz və hər birinə etiket yapışdırırsınız. Bu pişikdir, bu ittir. O da bu düzgün cavablara baxıb öyrənir. İkinci üsulu isə nəzarətsiz öyrənmədir. Burada isə heç bir müəllim, heç bir etiket yoxdur. Kompüterə sadəcə bir yığın məlumat verirsiniz və deyirsiniz ki, get, buradakı qanuna uyğunluqları, oxşarlıqları özün tap. Necə ki, bir təmir ustasının qutusunda hər iş üçün ayrı bir alət olur, çəkic, kəlbətin, açar, eynilə süni intellektin də hər fərqli tapşırıq üçün fərqli modelləri, yəni öz alətləri var. Məsələn, gələn bir e-postun spam olub olmadığını ayırt etmək lazımdırsa, bunun üçün təsnifat deyilən alətlərdən istifadə olunur. Yox, əgər bir evin qiymətini təxmin etmək istəyirsinizsə, onda reqressiya alətləri işə düşür. Bu gördüyünüz qərar ağacları, SVM kimi adlar da sizi qorxutmasın. Bunlar sadəcə həmin işləri görən fərqli alətlərin adlarıdır. Deməli, əlimizdə mühərrik var. Bu, maşın öyrənməsidir. Əlimizdə alətlər də var. Bunlar da modellərdir. Yaxşı, bəs bu mühərriki işə salan yanacaq nədir? Cavab çox sadədir. Məlumatlar. Yəni, verilənlər. İngiliscə data. Məlumat olmasa, dünyanın ən güclü modeli belə sadəcə bir metal yığınıdır. İşləməz. Və məlumatlar barədə danışanda bütün proqramçıların bildiyi qızıl bir qayda var. Garbage in, garbage out. Yəni, zibil versən, zibil alarsan. Mənası budur ki, əgər siz modelə səhv, natəmiz, keyfiyyətsiz məlumatlar versəniz, ondan alacağınız nəticə də eyni dərəcədə keyfiyyətsiz olacaq. Süni intellektin nə qədər ağıllı olması ona nə verdiyimizdən birbaşa asılıdır. Bax, bu məqam bizi bütün prosesin bəlkə də ən vacib, amma ən az gözə çarpan hissəsinə gətirib çıxarır. Buna süni intellektin pərdə arxası qəhrəmanı da demək olar, verilənlərin ilkin emalı. İndi deyəcəyim rəqəm sizi yəqin ki təəccübləndirəcək. Bilirsiniz, bir süni intellekt layihəsinə sərf olunan ümumi vaxtın təxminən 80%, bəli, düz eşitdiniz, 80%, hətta bəzən daha çoxu o fantastik modelləri yaratmağa yox, məhz məlumatları təmizləməyə, səliqəyə salmağa, yəni bu görünməz işə gedir. Yaxşı, bəs bu qədər vaxt aparan, bu görünməz işin içində əslində nələr var? Nədir bu proses? Gəlin addım-addım baxaq. Bu iş axınını 4 əsas mərhələyə bölə bilərik. Birincisi, məlumatları təmizləmək. Yəni, natamam, səhv, təkrarlanan məlumatları tapıb düzəltmək. İkincisi, məlumatları çevirmək. Kompüterlər mətni yox, rəqəmləri sevir. Ona görə də kişi, qadın kimi sözləri 0 və 1-ə çevirmək lazımdır. Üçüncüsü, normallaşdırma.
Yəni, bütün məlumatları eyni ölçü vahidinə gətirmək ki, biri digərindən daha vacib görünməsin. Və son olaraq, xüsusiyyət seçimi. Bu da o deməkdir ki, modelin işinə yaramayan, lazımsız məlumatları kənara atıb, ancaq ən vaciblərini saxlamaq. Bunu daha yaxşı başa düşmək üçün gəlin məşhur Titanic məlumat bazasına baxaq. Təsəvvür edin. Məlumatlara baxırsınız və görürsünüz ki, bəzi sərnişinlərin yaşı qeyd edilməyib. Bu, boş dəyərdir. Sonra görürsünüz ki, kimsə biletə $500.000 verib. Bu, açıq-aşkar bir səhv, yəni kəmar dəyərdir. Və ya sərnişinin bilet nömrəsi. Bu məlumatın kimin sağ qalıb qalmadığını təxmin etmək üçün nə faydası ola bilər ki? Bax, bütün bu problemlər məlumatları çirkli edir və modelin işini korlayır. Baxın, bu cədvəldə hər şey aydın görünür. Soldakı əvvəl hissəsində görürsünüz ki, iki sərnişinin yaşı məlum deyil, yəni boşdur, nan yazılıb. Sağdakı sonra hissəsində isə o boşluqlar digər sərnişinlərin orta yaşı ilə, yəni 29.7 ilə doldurulub. Baxın, çox sadə bir addımdır, amma məhz bu addım məlumatları modelin istifadə edə biləcəyi formaya salır. İlkin emalın sehri budur. Yaxşı, bütün bu danışdıqlarımızı bir yerə yığsaq, ümumi mənzərə necə görünür? Əslində, uğurlu bir süni intellekt layihəsinin çox sadə bir düsturu var. Hər şey bir ideya və ya bir məqsəddən başlayır. Nəyə nail olmaq istəyirik? Sonra bu məqsədə çatmaq üçün bizə yanacaq lazımdır. Yəni, keyfiyyətli, təmizlənmiş məlumatlar. Və ən sonda bu məlumatları emal etmək üçün doğru aləti, yəni uyğun modeli seçirik. Məqsəd, məlumat və model. Bax, süni intellektin əsl sehri məhz bu üçlüyün bir araya gəlməsidir. Beləliklə, artıq bilirik ki, süni intellekt bir sehr deyil, dəqiq addımlardan ibarət, zəhmət tələb edən bir prosesdir. Amma bu bizi son bir suala gətirir. Bəs əgər bu proses, bu metodlar o qədər təkmilləşsə ki, bir gün həqiqətən də bizim kimi düşünən, bizim kimi anlayan bir varlıq yaransa, o zaman nə olacaq? Məncə bu barədə düşünməyə dəyər.